Çatdırılma xidmətinin verilənlər bazası iki əlaqəli cədvəldən ibarətdir. Cədvəl 1-də biz sifariş edən şəxsləri və küçə və ev ünvanlarını görürük. Cədvəl 2-də isə sifariş edilən məhsulun adını, miqdarını, məbləğini və ümumi cəmi məbləğini görə bilirik. Və sual belədir, kuryerin Nərimanov küçəsinə çatdırmalı olduğu məhsulların ümumi məbləği nə qədərdir? Nərimanov küçəsini qeyd etsəm, həmin küçədən sifariş edən şəxs Əliyeva B.V-dır və bir də Məmmədova S.A-dır. İndi həmin şəxslərə baxıram. Əliyeva B.V, hansı ki, Nərimanov küçəsinə sifariş edən şəxsdir. Bu məhsulun adı çay sifariş edib 2 qutu, məbləği 50 manatdan bizə cəmi məbləğ lazımdır. Deməli, bu 100 manatdır. Daha sonra Məmmədova S.A, hansı ki, bu da Nərimanov küçəsinə sifariş edib, bal 1 banka 200 manatdan, yəni cəmi məbləğ də elə 200 eləyir. Və bir də Əliyeva B.V yenə də var burada. Qəhvə 1 qutu 70 manatdan, bunun da cəmi məbləği olur 70. Onda Nərimanov küçəsinə çatdırmalı olduğu məhsulların ümumi məbləği olacaq 370.